Qeyd etdim ki, yəni bir low kick versiyasında döyüşlər gedir. Thai bokslar iştirak eləmir. Bir növdə 7 idmançı ilə təmsil edilir ki, müqayisə üçün deyim ki, həmişə Qazaxıstan idmançıları 15-17 nəfərdən ibarət həm qızlar, həm oğlanlar, həm Thai boks, həm low kickdən iştirak edirlər. Qızıl medal, təkcə qızlar üzərində bir dənə qızıl medal götürdü. Onlar da bir gümüş, bir birinci oldu. Qırğızistan idmançıları 2 gümüş medal qazandı hər yarışda onların. Mən yəni bunları müqayisə üçün demək istəyirəm ki, yəni Azərbaycan idmançıları ilə digər dünyanın ən güclü kickbokslarında yəni layiqli mübarizə aparılır. Zəkilər, indi də çıxış üçün söz bizim hər birimizin fəxri. Judo üzrə 5 qat dünya çempionu Zülfiyə xanıma verilir. Buyurun Zülfiyə xanım, söz sizindir. İlk öncə hamınız mənim qonşumsuz, qonşularımı salamlayıram və mən hamınızı Adil müəllim çox özü haqqında az danışdı. Etdiyi yaxşılıqları, etdiyi xeyriyyəçiləri heç birini danışmadı. Baxmayaraq ki, Adil müəllim çox xeyriyyəçi bir insandır. O, ilk öncə elə idman deyəndə özünüz bilirsiniz ki, idman və incəsənət Azərbaycanı dünya üzrə təmsil edir. Amma idman incəsənətdən biraz yüksəkdir ona görə ki, orada himn səslənir və bayraq qalxır. Və himni səsləndirib bayrağı qaldırmaq üçün bu uşaqlara, Rusların bir sözü var, через немагу vəsait tapıb və bu uşaqları bir yarışa göndərib. Bayaq dedi ki, az medaldır. Xeyr, Adil müəllim, 2 dənə medal az deyil. Biz bilirik ki, 205 ölkənin içində Azərbaycan kimi balaca, xəritədə bir nöqtə kimi düşür başqa bir hegemon ölkələrin yanında. Belə bir ölkələrin içində bizim idmançılarımız gümüş və birinci medal alıb. Demək olar ki, o qızıldan da yüksəkdir. Çünki bizim idmançılarımızı ilk öncə sizə sağ ol demək istəyirik ki, yəni bu çətin vaxtda vaxtınız olmasa da, vaxt tapıb onları maliyyələşdirib, onları Azərbaycanı təmsil etmək üçün məhz göndərmişsiniz xarici ölkəyə, bunun özü böyük bir işdir. Və biz istəyərdik ki, bütün idmançılarımız ki, idmançıların bir nümayəndəsi olsun Milli Məclisdə. Hal-hazırda baxmayaraq ki, yalnız demək olar ki, ölkə prezidentinin əmrindən sonra kimsə nəsə eləyir. Amma Adil müəllim heç bir əmri gözləmir və özü görürsünüz ki, Kingboks və Muay Thai idman növünün prezidentidir və idmançılarını elə bir yarış yoxdur ki, göndərməsin. Adil müəllim də prezidenti dəstəkləyən bir insanlardır. Mən elə gəlir, buraya yığılan insanlar da hamımız prezidentimizi dəstəkləyirik və istəyərdik ki, bizim prezidentin ətrafında Adil müəllim kimi məhz səhv adil insanlar olsun. Çünki adil sözünün mənası Allahın adı deməkdir. Mən elə gəlir ki, belə bir adı daşıyan adam heç bir zaman Azərbaycanın pisliyinə bir şey edə bilməz. Və mən istərdim ki, idmançılar adından xahiş edirəm sizdən ki, idmançımızın bir nümayəndəsi Milli Məclisdə olsun. Və bunun da biz məhz Adil Əliyevin olmağını, məhz Tərvanov rayonundan olmağını istəyirik 20 saylı dairədən. Və hamımıza aynı inşallah dəvət edirəm ki, seçkilərdə aktiv iştirak edəsiniz və Adil Əliyevə səs verəsiniz.